Sözüm millətimə, xalqımadır. Dediyim kimi, əvvəllər mən bu məsələ üzərində danışmışam. Sadəcə yenə də yaddaş verirəm ki, qoy millətimiz, xalqımız məsələlərdən agah olsun. Dediyim kimi, mən bu məsələ üzərində çox danışmışam. Sadəcə yaddaş verirəm ki, qoy bu məsələlərdə məsuliyyətsiz olmayasınız. Məsələ nədir? İsrail olan aid nə varsa Azərbaycanda, dükanından tutmuş, nə bilim şirkətindən tutmuş, fərq eləmir. Nə varsa çalışın o yerlərdən uzaq durun. Dediyim kimi, mən bu barədə çox danışmışam. Sadəcə yenə də yaddaş verirəm. Bacardığınız qədər çalışın uzaq durun. Maşınınızı, nə bilim iş yerinizi və s. uzaq edin onlardan. Qoy onların alovu sizə toxunmasın. Başqa bir məsələ. Mən söz demişdim və fikir verirəm ki, Siyonistlərin pampersi, İsrailin pampersi olan bizə oxşayıb, amma bizdən olmayanlar. Müsəlmanlara oxşayıb, amma müsəlman olmayanlar. İsrailin pampersləri, Siyonistin pampersləri olan, özünə Azərbaycanlı deyən, özlərinin gecə gündüz TikTokda cırır, dağıdırdı mənim o sözümə görə. Ay millət, ay xalq, bizim sizinlə işimiz yoxdur. Ola bilər siz özünüzü Siyonizmə bənzədəsiniz, ola bilsin siz özünüzü bu Siyonist adlandırasınız, amma sizin Siyonizmlə yaxından uzaqdan heç bir əlaqəniz yoxdur. Siz sadəcə və sadəcə satılmışsınız Yahudilərə və Cuhudlara. Dediyim kimi, yenə də deyirəm və yenə təkrar edirəm. Bizim dinc əhali ilə işimiz yoxdur. Və hətta vaxtımız yoxdur sizə vaxt sərf. Xodalaqı sosial şəbəkədə mən girərəm, sizlə zarafat eləmərəm, sizlə məzələnərəm. Zarafat ayrı şeydir. Xodalaqı sizlə məzələnərəm. Dediyimiz Mossad təşkilatı, nə bilim, Şabak və s. BTX, Bandaptel və onlar bizlə bacarmır. Hara özünüzü cırıb dağıdırsınız. Böyüklərimiz bizlə bacarmır. Hətta onların böyük bildikləri bu Siyonizm bizlə bacarır. Bizim hədəfimiz də böyükdür. Bizim mövqeyimiz də böyükdür. Hətta düşmənlərimiz də böyükdür. Özünüzü yormayın. Və dediyim kimi, mənim dediyim söz qüvvədədir. Harada İsrail vətəndaşı görsəz, harada Siyonist görsəz, Azərbaycanlı demirəm, Siyonist görsəz, mütləq şəkildə bizlə əlaqə saxlayın. Mütləq şəkildə mənlə əlaqə saxlayın. Qalanı bizlikdir. Necə lazımdırsa, qardaşınız sizə paddeşkaldır. Həm mənəvi, həm maddiyyat, fərq eləmir. Bir məsələdə elə yaxşı yadıma düşür. Bu Siyonistlərin pampersi heç. Bir dənə də qövüm var. O qövümün adı Siyonistin çurbanlarıdır. Kimdir o Siyonistin çurbanları? Həmən bu salafilər. Ömür boyu İslamın başını qatıb, Yahudilərə və Siyonistlərə şərait yaradırlar ki, onlar qüdrət tapsınlar. Onlar qüdrət tapsınlar. Durublar, mənlə bəhs eləyiblər, mən biraz ədəb, ərkan göstərmişəm. Bu, onların böyüklüyüdür. Bu, bizim böyüklüyümüzdür ki, həmişə Allahın dininə aid olan məsələlərdə, Allaha aid olan məsələlərdə biz özümüzü təkəbbürlü aparmamışıq. Allah təkəbbürləri alçaldır və şübhəsiz ki, Allahın dininə və Allahın etiqadına qarşı həssas olanları Allah uzaldacaq. Sadə insanı Allah uzaldacaq. Bunlar özlərinin təkəbbürlü aparmaqla, özlərin böyük bilməklə Allah bunları alçaldacaq. Bu mütləqdir. Və dediyim kimi, bizim onlara ədəb, Allahın dininə görə, İslama görə ədəb göstərməyimiz bu onların böyüklüyünə görədir. Bu bizim böyüklüyümüzdür. Video bəhs olub, videonu durub kəsiblər. Mənim əvvəlki səsimi qoyublar qabağa, qabaqki səsimi qoyublar əvvələ. Montaj ediblər. Bütöv səs məndə var, qardaşlar göndəriblər. Yəni siz fikirləşmirsiniz ki, bunun cavabı olaraq video gələr, biabır olarsınız. Hilə ilə, yalanla kim qabağa gedib ki? Mən sizi başa düşürəm.
sizin dayı dediyiniz Muaviyə sizə hilədən və yalandan başqa heç nə öyrətmir. Siz Əməvilərin, Nasibilərin davamçılarısınız. Ona görə Yahudilərə və Cuhudlara çurbanlıq eləməkdən başqa əlinizdən heç nə gəlmir. Bəli, dediyim kimi, mütləq şəkildə mənim hələ ki başım Siyonizmə qarışıqdır. Amma bunlara mən vaxt, bu Siyonizmin çurbanlarına mən vaxt ayıracağım Allahın övül qüvvəsi ilə. Allahın köməkliyi ilə. Özünüzə fikir verin, dediyim kimi, ayıq olun. Öz milli dəyərinizi, hansısa cuhuda, hansısa əqidəsizlərə qurban verməyin. Allahın övül qüvvəsi ilə sübh yaxındır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.